də, belə deyək. Ərdəbili də bunlar idarə ediblərmi o formada ki, yəni buranın hakimi bizik? Belə bir şey olub mu ümumiyyətlə tarixdə? Yox, elə bir şey olmayıb. Ərdəbil, yəni Səfəvilər heç bir zaman Ərdəbil hakimi olmayıblar və bunu sübut edə biləcək də heç bir fakt mövcud deyil. Bu barədə bilmirəm 2020-ci il idi, yoxsa 21-ci il idi. Qərb Universitetində bir simpozium var idi. Orada bir məruzə hazırlamışdım. Səfəvi şeyxləri Ərdəbil hakimləri idilərmi? Harası bax, o cür bir adı var idi. Orada mən o dövrün 14-15-ci əsrlərin mənbələrini araşdırdı. 14-15-ci əsrlərin mənbələrində heç birisində Səfəvilərin Ərdəbil hakimləri olduqları vurğulanmır. Amma hər halda o qüvvə idilər onlar həmişə. Bu belə. İkincisi də hətta ondan sonra Səfəvilərin hakimiyyəti zamanında